Aha, başladıq. Deməli, buradakı qeydlərimiz öz yerində qalır. Görüntü, səs, problem varsa deyin düzəldim. Yaxşıdır? Müəllim, əla hər şey. Başladıq. Deməli, burada nəyə baxırsınız? Yenə variant daxili testləri fərqləndirəcək. Nəyə baxıram? Bir dəqiqə. Məsələn, sual 40 eləmişdi, yoxsa 41-dən baxacam? Qırxı yazmışdıq bir yerdə, yoxsa 41-dən başlayalım? Yaxın sıvı. Yox, 40 elədim. Mən baxsınızım. Yəqin ki, 40 eləmişdik. 40 eləyəcək, yoxsa? Mən 40'ı mən eləmişdim siz keçən dərs. Hə, tamam. Hə, sənlə bir yerdə işlədim, yadıma düşdü. Elçin hər şey yadından çıxır. Bilməm nəyin əlamətidir. Qodan şüməliyim. Nasıl bir Neysə. Hə, deməli, baxırıq bura. Information demişdik, sayıla bilmir, düzdür? Burada nə iş görüblər? Informations yazıblar. Ona görə harda 5 görürəm, kənarlaşdıracam. Burada da 5 var. Sonra ortaq qalan rəqəmlərə baxıram. Burada da 1 qalıb, burada da 1 qalıb. Deməli, avtomatik 1 doğrudur. 2 səhv. 2 səhvdir ona görə ki, bunun burada qarşısında n istifadə olunub. Sayıla bilməyən ismin qarşısında, deməli, bunun qarşısındakı n artiklinin gəlmə ehtimalı 0-dır. Bu getdi. Sonra, nə ilə qaldıq? Deməli, 2 yanlışdırsa, bəli, 2 yanlışdırsa, bu variantla uzaqlaşır, qalırıq bir dənə 1, 3, 4-dən. Okey. Sonra keçdik digər suala. Burada da yenə test daxili tapacaq nə var, nə yox. Testin daxilində başa düşməliyik ki, nəyi saxlayacaq, nəyi uzaqlaşdıracaq. Aha, baxaq zəhmət olmasa. Demişdim ki, information sözü sayılmır. Burada n var. N-ayzənin daxilində article vardı, informationdan getmədi. Sonra burada da n artiklı birbaşa gəlib. Bu da getdi. Sayıla bilməyən isim cəmlənmir. Bu s-i də kənarlaşdıracam. Meni özündən sonra mən cəm istəyirdim. Bəli, meni özündən sonra cəm isim istəyir. Bu isə sayıla bilmir. Burada da uzlaşma pozuldu. Qalırıq bir dənə nə ilə? Ay, sağ ol. Hə, indi baxırıq yenə nəyə? Bu rəngin mən sarı eləyəcəm bu dəfə. Mənə 3 variant dedi. 3 deyil, ardı var, sadəcə digər hissədədir. İndi baxacaq. Information sayılmır. Niyə cəmlənsin? Any informationdan gəlməz. Sam özündən sonra sayıla bilməyən isim ala bilir. Çox güman ki, cavab burada C olacaq. Bugün bunun ardı hanı? Hə, buradadır. N-lə sayıla bilməyən isim gəlmir. Many yenə özündən sonra cəm isim istəyir. Bunun informationdan nə işi var? Belə testlər həmişə mənə əziyyət verir də. Burada cavab olacaq C variantı. Keçdik digər hissəyə. Baxırıq nəyə? İndi bunların sınaqlarını işləyəcək. Deyəcəm orada sizə. Aha, information cəmlənməz. Bax, burada ofa qədər baxacam uzlaşmaya, düzdür? Verilməliydi. Burada pieces olmaz. Pieces silinməlidir buradakı S artıqdır. N artiklının sayıla bilməyən isimdən nə işi var? Bu da getdi. Orada da mən ofdan əvvəl Bəli, burada bir dənə article yazmalıydı ki, bu düzəlsin. A piece of information almalıydı. Bunların hamısının səhvini tapdıq. Burada qalır some information. Some-la da information ona görə yaza bilərəm ki, some özündən sonra sayıla bilməyən isim qəbul eləyə bilir. Sonra düzələr. Yenə variant daxili baxacaq. Ümumiyyətlə, sual belə geniş olanda qətiyyən qorxmayın ki, çətindir, ya eləyə bilməyəcəm. Ümumiyyətlə, testdən qorxmaq lazım deyil. Testin taktikasını başa düşmək lazım ki, sizdən nə istəyir? Bayaqları burada 2 söz, 3 söz bitişik yazmışdı, ifadə şəklində vermişdi. Burada da siz hansı hissələrə görə hərəkət edəcəksiniz, lap altından xətt çəkin, baxın.
Bax, məsələn, burada bunu seçməlisiniz. Sonra burada buna baxmalısınız. Sonra burada da buna baxmalısınız. Sonra. Bir də burada bu hissəyə baxacaq. Getdik seçim eləməyə. İndi təyinat verdimmi ki, nəyə görə hərəkət edəcəm, nə iş görəcəm. İndi getdik ardına baxmağa. Information sayılmır. Ən article ilə bunun nə işi var? Uzaqlaşdırdım. Information sayılmır. Main ilə bunun nə işi var? Çünki main deyir ki, məndən sonra sayılan cəm isim gətir. Information da sayıla bilməyən tək isimdir. Ona görə uzlaşma pozuldu. Sonra these, indi növbəti dərslərdə keçəcək. Özündən sonra cəm isim tələb eləyir. Information da sayıla bilmir. Və biz orada nə demişdik? Sayıla bilməyənlərin cəm versiyası yoxdur. Sonra information sayılmır. Esin burada nə işi var? Bircə dənə Doğru cavab. Cavab nə olacaq? Mən qələmlərimin rəngi bu gün nəsə özümdən gedib. Ümumiyyətlə bu günə dərsdə tərslik var idi. Niyə qısım? Məndə mikrofon, sizdə karandaş, yəni hər şey bir şey. Yox, rəngləri mən özüm qərarsızam. Belə seçim. Bax, məsələn, a lot of-dan sonra furnitures. Bu furniture-ni cəmləmək olmaz. Çünki sayıla bilməyən isimdir. Getdik. Sonra furniture sayılmır. Bayaqdan information-dan hərəkət edirdi. İndi furniture olacaq. Hamısı eyni qaydadır. Furniture sayılmır. Qarşısında artikel olmaz. Sonra few, a few. Özündən sonra həmişə sayılan cəm isim istəyir. Bunun burada nə işi var? Furniture sayılmır. To-nun burada nə işi var? Bir dənə qalırıq nə ilə? Bunu siz fikirləşin, mən baxıram. Görüm nə yazacaqsınız. 47-yə baxın özünüz. Mən də burada qələm rəngi seçim özümə. Məsələn. Deyirəm, baxıb deyəcəm. Özünüz üçün seçin, indi müzakirə eləyək, sonra deyəcəm kim hansı variantı demişdi, deyərsiniz. Bunu sevirəm nədir? Özündən sonra cəm istəyir, bir neçə deməkdir. Mən tapdım, niyə variantı? Mən yedir. Başqa versiyası olan var. Mən çünki, yəni, izah da eləməyim. İzah eləmək istəyən varsa, buyurun. Kim Eləyim mən. Hə, eləyin. Bir qəbul eləyirdi. Bunun iki də sondan sonra PS ən azından article. Sonra? İki də deməli to furniture yazıb sayılmayan isimdir. To-nun orada isimdir. Dörddə, dörd düzdür. Beşdə də several cəmlənib furniture sözü. Başqa da izah vermək istəyən varsa, qulaq asın. Ben bir şey diyebilirim. Tamam. Deməli, burada birinci esi olanı uzaqlaşdırın. Çünki several furnitures olmaz. 5'lər çıxdı. Bu getdi. Sonra, bax burada some piece, bura bir dənə S yazmalıydı. Some pieces of. Çünki some'ın qaydası nə idi? Özündən sonra birbaşa ya sayıla bilməyən isim, yəni bu cürə. Arada sifət gələ bilər. Sifət sadəcə, belə deyək, ismi təyin eləmək üçün buradadır. Deməli, 1 düzdür. 2 yanlışdır. 2 olanlar da çıxsam. Deməli, baxırsınız ortaq variant. 1, 4 avtomatik düz gəlir. 2 pieces of furniture. 1, 4. 1, 4. Tak, deməli, sayıla bilməyən ismin qarşısında cəmləmə mümkün deyil. Yəni, 2'ləri çıxdım. Qalacaq nə ilə? 1, 4 ilə. Yəni, Y variantı ilə. Düz tapmışsınız, əla.
Bu dəfə də başardınız. Keçdik 48-ə. Biraz PDF eləyəndə rəng problemi var. Bu cür belə narahat görünmür. Görüntü yaxşıdır, görə bilirsiniz. Yaxşıdır. Bəli. Gəlin 48-i bir yerdə eləyək, tez-tez yazaraq. Two pieces of furniture, okay. Bax, sayıla bilməyən isimdir. Bunun esinə nə işi var? 5-lər atın geçsin. 1 olanlar qalsın. Təkrarlanan 3 var. Mən 1-3 cavab variant. 1-3. 2-də nədir? Bunun qarşısındakı E artiklı yoxdur uşaqlar. A piece of. Getdi. 2-ləri çıxardım. Bax, burada A pieces yazıb. Buradakı S-in burada nə işi var? Qalırıq 1-3. Əla. Keçdik bura. FU information. FU information deyə ifadə yoxdur. Çünki FU özündən sonra sayılan cəm isim istəyir. 1 olanları uzaqlaşdırıram. FU pieces of information olar. Two informations deyə ifadə yoxdur. 2-4 olacaq. 3-də getdim. Two pieces of information olar. Bəli. Useful information yazsa bir sözüm yox idi. Amma useful olmadı. Elə quzular. Qalırıq A variantı ilə. Çox yaxşı. Sonra getdik balalar. 50-ci suala. Yenə baxın burada. Nəyə görə hərəkət eləyəcək? Bunu laf belə nazik formaya gətirim. Nəyə baxacaq? Baxaq. Bax, burada article var. Bir də information var. Bunlar təhlükəli suallardır. Ehtiyatlı olun. Sonra more information. Deməli, information'ı burada yazıb, qabana bir dənə sifət artırıb. Amma buradakı article bu information'a aiddir. Sizi aldatmaq üçün verib bunu. Belə oyunlu suallar çox olur. Many information deyə ifadə. Sonra to information. Bax, bir də informations vəziyyəti var burada. Cavab B variantı dedim. Hansını dedin? B variantı. B. Həmin. Baxaq görək. Deməli, information olmadı. To information da olmadı. Informations ümumiyyətlə cəmlənməz. Bu da getdim. Sonra many information da olmadı. Bəli, qalırıq B variantı ilə. B-ni kim demişdi? Mən Məryəm. Məryəm. Bəli. Aferin. Sonra minnoşlarım, baxın görüm. Bax, burada article var. Article avtomatik buna aiddir. News sözü sayılmır, düzdür? Bunun axırındakı E sözün özünə aiddir. Xəbər məlumat deməkdir. Bunu çıxın. Birləri. Sonra a piece of news olar. 2-lər. Sonra a pieces olmaz. 3-ləri tez uzaqlaşdırın. Sonra two pieces of olar. Two news olmaz. Nə qaldı? 2 ilə Yenə B variant. Bəli. Yenə tez baxaq. A news olmaz. Several news təkdir bu, olmadı. A pieces ümumiyyətlə bundan nə əlaqəsi var? A piece of news normalne olar. A few news olmaz. D variantı düzdür. Sonra two news olmaz. E newsdur bax burada. Fantastic sözü araya girib sifətdir. Buna fikir verməyin. Məqsədiniz burada artiklın kimə aid olduğuna baxmaqdır. Yəni buradakı article buna aiddir. Sonra 1-2 getdi. C variantı. Bir dəqiqə. Any news olmaz, çünki bu mümkün deyil. Bir dəqiqə. Bu nə belə qarışdı? A piece of news olar. Is there any news? Hə, buradakı any-ni sual cümləsində verib. A pieces də getdi. Bir dəqiqə. Bunu götürəcək. 3-5 var. Hə, burada. Burada any
deməli sayılanın cəmi bir də sayılmayanı alır. Sual cümləsi verir burada ona görə. 3-5-i götürəcəyik. Bu da sual cümləsindədir. Hə. Deyirəm bax burada nəsə variant qarışdı. Sonra burada advice yenə sayılmır. Ən getdi. Advices olmaz. To advice da olmaz. Burada enaza var. An article var. Bu da getdi. Evet. It's difficult to buy a house without. Dəqiq rəqəm sayıla bilməyən ismin qarşısına gəlmir. Bu getdi. Article bura aiddir. Advice professional sözü sifətdir. Bu da getdi. Advices olmaz. Many də olmaz. Bəli, D ilə qalacaq. Sonra 56-cı suala baxın uşaqlar. An advice olmaz. Pieces bu da olmaz. A lot of advices. Bir də görürsünüz bulanlıq görünürdü. Adam seçə bilmir. A variantı. Bunun qarşısında article yoxdur, eləmi? Hə. Deməli 6-ları çıxın. Nə qaldı? 2, 3. A variantı. Bəli. 2, 3 A variantı. Give me A. Bax, burada E artiklı var. Diqqətli olun. Tuzaq suallarda bunlar. C variantı. Deməli, advices getdi. Artikeldan sayıla bilməyən gəlməz. A pieces də olmaz. Burada piece of advices də olmaz. Qalırıq C ilə. He composed a wonderful. Bax, burada article var. Sizi buradakı sifət maraqlandırmasın. Bax, söhbət bundan gedir. Bu sifətlərə fikir verməyin. Bunlar sadəcə təyin funksiyasındadır. Sizin işiniz buradakı artikellə bir də uzlaşmadakı sözün olsun. A ilə pieces olmadı. Music olmaz. Music olmaz. Music birbaşa gəlməz. Qalırıq A variantı ilə. Burada nə deyir? A few pieces olar. A pieces olmaz balalar. A piece of music. Bax, burada music getdi. Two pieces olmalıydı. Bunun funksiyası yoxdur burada. 4 altını uzaqlaşdıraq. Tez əlimizin altından təmizləyək. Sonra bunun qarşısında article olmalıydı. İkiləri gəlin çıxaq. Nə qaldı? 1 və 3 varmı? Var. Y variantı. Test belə aydın görünəndə rahat işləmək olur. Bulanda olan kimi bütün adam başı qarışır. Bax, buradakı xəbər təkdir. Sizə verilmiş isim də musicdir, düzdür? İndi music sözünə görə hərəkət edəcək. Music sayılmır. Article-dan gəlməz. Burada two piece, ofa qədərki sözdən uzlaşırıq. Burada S olmalıydı. Bunun da səhvi budur. 1-5 olanları ataq. Hansını dediniz? B variantı. 2 olar. 3 olar. Bəli. Bir də two pieces olar. Çünki burada ofa qədər ki söz uzlaşmaya daxil olur. Deməli 2, 3, 6. Hə, bu oldu. İndi nəyə baxacaq? Song sözü sayılır, music sayılmır. Music sayılmır deyə cəmlənmir. Article-la gəlmir. Bax, burada görün nə ilə nəyə uzlaşdırıb. A pieces. A pieces deyə uzlaşma olmaz axı. Kinds of music olar. Burada song sözü sayılır deyə qarşısına bir dənə article yazmalıydınız. A folk song. Ona görə kinds of music olar. Keçdik 62. Music lessons. Söhbət musiqidən getmir. Musiqi dərslərindən gedir. Bunu götürək. A rock music olmadı. A piece of music olar. Burada a music lesson, music bu yadınıza gəlir demişdim. 2 isim yanaşı gəlir, birinci, ikincini təyin eləyir. Ben. Yallah. Bax bu, salın. Bax bu, deməli music burada artıq sifət funksiyasındadır. Bu düzdür. Düzdür.
Sonra music sözü burada cəmləndi, olmadı. Buradakı song sözü isə style'ın təkdir deyə. Hocam burada Devam bir article yazmalıydı. Bu da article'ı yazmayıb. Deməli 1, 3, 4. Olacaq C. Düzmü seçdim bu görüm. Music lessons olar. A piece of music olar. Bir de orada music lesson. Aha, düzdür. Sonra indi burada bu testləri necə işləyirsiniz onu deyim sizə. Bax burada iz var. Diqqət eləyin. Bu o deməkdir ki, xəbəri təkdə olan isim istəyir sizdən. Xəbəri təkdə olanda iki versiyanız var. Ya sayılanın təkindən gəlsin, ya sayılmayan isim verəsiniz. Deməli, belə baxırsınız. Tək xəbərdirsə, növbəti dərs mən sizə yadıma salan qeyd edeyim orada. Tək xəbərlər nədir, cəm xəbərlər nədir, həm tək, həm cəm olanlar nədir. Elə dərsə başlamamışdan qabaq yadıma salın, izah eləyəcəm. Dərsin əvvəlində. Deməli, buradakı is təkdir. Isdir, wasdır, sonra does'ın özüdür, has got. Bunlar hamısı tək xəbər seriyasında gedir. Deməli, news sayılmır. Article'ın burada nə işi var? Furniture sayılmır, bu ola bilər. Deməli, deyə sözünə nəzər yetirin. Deyə sözü təki cəmi eyni olan isimdir. Əgər, qoy, vəbşətə burada yazım. Seçdən dəyişən. Necə? Seçdən dəyişən. Yox, bu ona aid deyil qızım. Burada başqa bir məsələ var. O sən dedin başqadır, bu başqa mövzudur. Deməli, bu bəzi sözlər var. Məsələn, sheep sözü. A sheep, bir qoyundan gedir söhbət. Article'ı götürsəm, qoyunlardan gedir söhbət. Ekran görünür sizdə? Testdə qalıb məli. Bir dəqiqə. Çünki bayaq görüntünü mən digər hissiyə yönləndirdim. Görünür burada. Hə, məli. Word-da yazı yazmışam. Burada söhbət bir maraldan gedir. Burada isə article yoxdur. Olacaq marallar. Deməli, bu hansı qaydadır? Qarşısına article gələndə tək, article-ı götürsəm cəm. Bu qrup isimlərə deyirik, təki cəmi eyni olan isimlər. Swine sözü var, donuz. Donuz sözün qarşısına article gəlirsə, söhbət bir donuzdan gedir. A swine. Lakin article-ı götürsəm, söhbət gedəcək donuzlardan, yəni cəmlə. Sheep sözü də buna aiddir. Sheep, swine, deer. Bax, bu sözlər artıq belə deyək. Leksik mənasına görə, article-a görə tək cəm olur. Bunları dəyişdirirəm. İndi buradakı deyə sözü izlə uzlaşmaqdan ötürü bunun qabağına bir dənə article yazmalıydı. Test bankı görürsünüz, oranı paylaşmışam. Hə. Aysi sağ ol. Deməli, A getdi, B getdi. Səhvlərini bir-bir tapıram. Sportsman. Bu kökündən dəyişən isimdir. Bayaq deyəsən Eliza dedi bunu. Bu kökündən dəyişən isimlərə aiddir. Ona görə də bu cəmdir. Mənə də lazımdır tək. Sonra, useful pieces. Bu cəmdir. Buna cəm lazım idi. Niyə tək də qalsan ki? Doğru cavab olacaq C variantı. Sonra gedək digər suallara. Bu aydın görünən yerir əladır. Elə yer var ki, adam oxuya bilmir. Deməli, children sözü cəmdir. Article deyirəm. Xəbər burada təkdir. Is, yenə tək. Book sözü təkdədir. Amma keçən dəfə mən sizə nə dedim? Sayıla bilən tək isimdirsə, mütləq qarşısına article təyinatı getməlidir. Və burada interesting olduğuna görə hətta yazacağam an interesting book. Sonra pair of shoes. Buradakı shoes sözünə fikir verməyəcəm. Çünki məndə uzlaşma ofa qədər gedir. Pair təkdirsə, bunun da qarşısında bir dənə article yazmalıdır. A pair of, a nice pair of shoes. Sonra people sözü var. People şəxs, cəmaat, millət mənasında gedəcək. Həmişə toplu və cəmdir. Ona görə bu ümumiyyətlə tək xəbərlə uzlaşmayacaq. Tək gələrsə.
Xəbəriniz təkdə olarsa təklər axtaracaq. Elədir. Qop dəqiqə. Hə, burada bir dənə artikel var. Mən hələ indi baxaram buna. Bir dəqiqə. Onda biz burada testin özündə artikel var. Hə, indi gördüm bunu. Deyirəm axı informationdan bu düz gəlmir. Deməli informationdan olmadı. Bu çıxdı. Burada an artikeli tələb olunur. Burada da Hə, deməli burada artikel olmağından ötürü bunun daxilində var. Deməli cavab burada D variantıdır. Burada ifadənin daxilində var artikel. İndi gördüm. Deməli children cəmdə uzlaşmadır. Information sayıla bilmir. Burada da hər hansı məsələn a piece of information olsaydı, burada məsələn yazsaydı piece of information, o zaman götürərdiniz. Burada sadəcə yoxdur. Sonra clever people da burada getdi, uzlaşma pozuldu. Burada da interesting and interesting olacaq. Interesting deyə bilmirəm. Burada da olacaq a nice pair of shoes. Pair'ın da tək olduğuna görə artikeli buradadır. Hə, cavab D variantıdır burada. Sonra burada nə baxırsınız? Bu are cəmdir. Seçək də bizdən nə gedir? An interesting article çıxdı. An article-ın cəmin nə işi var? Bax, burada gör nəyə səhvlik verib. Brave policeman. Cəsur polislər. Bu article-ın burada nə işi var? Cəmlə təkin. Delicious soup. Dadlı şorba. Bu da getdi. Important news. Bu da getdi. News sayıla bilməyən isimdə R-la uzlaşmır. Çünki R cəmdir. Lovely ship verəcək. Burada R var. R cəmdir. Boy getdi. The girl getdi. How foolish the student. Hə, bu how-la olan cümlələrdə Z artikeli gəlir. Burada R-dır. Bu biraz digər mövzularla, nida cümlələrlə əlaqəli hissədir. Deməli, news sayılmır, bu çıxdı. Children sözü əslində bu da cəmdir, bu da cəmdir. Sadəcə how-la başlayan nida cümlələrində Z artikeli tələb olunur. Ona görə D variantını yoxdur, C variantını götürürəm. Aslında faydada var idi. Aha. Sonra my aunt has for Christmas and New Year. Wonderful sözünə baxmıram. Uzlaşma article və ideas arasında gedəcək. Article-la ideas-ın nə əlaqəsi ola bilər ki? Biri təkdir, biri cəm. Birləri çıxın. Axırlar biraz əvvəlki dərslərin əlaqəlidir. Ona görə ola bilər ki, problem yaradar. Məsələn, idea sözü an idea. Burada article-a ehtiyac var idi, yazmayıb. 3'ləri çıxsam, 2-4 var. A wonderful idea olar. Wonderful ideas olar. Y variantını yazın. Baxaq. Article-la pieces uzlaşmaz. An advice center olar. Bax, bu hissəni deyirəm bax sizə. Bəzi yerdə center yazır, bəzi yerdə centre yazır. Two vowels olmalıydı. A vegetable soup. Burada isə soup deyilsən, vegetable sayıla bilən isim kimi götürürlər. 2-4 var. Da variantı. Burada deməli vegetable sözü funksiyasını itirir deyə uzlaşma supla artikelin arasında qalır. Amma burada ikinci bir söz yoxdur deyə vegetable sayıla bilən isim tək olur. Ona görə a vegetable normaldır. An news olmaz. A few pieces yox. A few pieces. Bu da getdi. A wise advisor olar. A delicious soup getdi. Several plates of soup normalne olar. 3, 5. Yəni B variantı.
Some furniture olar. A few furnitures olmaz. A furniture olmaz. Another furniture olmaz. Two furniture olmaz. 1 ve 4. C. Bəli, C variantı. Evə test verəsiniz. Yəni tapşırıq olaraq. İstəyirəm, seçib verəm, bəli. Gözləyən, dəqiqəm. Buradan bitdi mi bizim testlərimiz? Hə, əla, yox. İndi mən sizə 9 illik test bankından seçib deyəcəm nələr işləyin. Bir dənə dərsi dayandırım.